Əziz dostlar, məktəblilər, abituriyentlər, gələcəyin tələbələri. Gələcəyi, peşəni, həyatda hansı iz buraxmaq istədiyinizi düşündükdə ağlınıza nə gəlir? Bəziləri deyəcək, uğurlu olmaq. Kimsə deyəcək, insanlara yardım göstərmək. Kimsə bütün dünyanı dəyişmək. Bəs elə bir peşə təsəvvür edin ki, bütün bu məsələləri özündə ehtiva edir. Elə bir peşə ki, hər gün tək bir insanı deyil, yüzlərlə insanın həyatını qoruymuş olsun. Məhz bunu Azərbaycan Tibb Universitetinin İctimai Səhiyyə Fakültəsinin məzunları edirlər. Bugün sağlamlıq sadəcə xəstəliyin olmaması demək deyil. Bu, həyat keyfiyyətidir, ekologiyadır, profilaktikadır, təhlükəsizlikdir, qidalanmadır, psixoloji tarazlıqdır. Bu, bütöv bir ölkənin rifahının əsasını təşkil edir və məhz ictimai səhiyyə mütəxəssisləri bu mübarizənin ön cəbhəsində dayanırlar. İctimai Səhiyyə Fakültəsi sadəcə həkimlər yetişdirmir. O, sağlamlığın strategilərini, gələcəyin analitiklərini, cəmiyyətin həyatını təşkil edən liderləri hazırlayır. Təsəvvür edin, siz sadəcə xəstəni müalicə etmirsiniz. Siz xəstəliklərin qarşısını alırsınız. Sanitar şəraiti yaxşılaşdırırsınız. Vaksinasiya proqramlarını hazırlayırsınız. Epidemiyalara qarşı milli layihələr tərtib edirsiniz. Ətraf mühitin və qidalanmanın insan sağlamlığına təsirini öyrənirsiniz. Siz sadəcə nəticəni aradan qaldırmırsınız, səbəbi dəyişirsiniz. Gəlin bir nümunə gətirək. Covid-19 pandemiyası zamanı məhz ictimai səhiyyə üzrə mütəxəssislər virusun yayılmasının qarşısını almaq üçün tədbirləri əlaqələndirirdilər, statistik modellər hazırladılar, karantin tədbirlərinin effektliyini təhlil edirdilər, hökumət və cəmiyyət arasında düzgün kommunikasiyanı təmin edirdilər. Onlarsız tibb sistemi bu yükün öhdəsindən heç şübhəsiz gələ bilməzdi. Onlar liderdirlər, analitikdirlər, islahatçılardır. Onlar təkcə tibbi deyil, həm də menecmenti, biostatistikanı, sosiologiyanı, iqtisadiyyatı, informatikanı, beynəlxalq səhiyyəni öyrənirlər. Ona görə də onların biliyi universal açara çevrilir. Dövlət siyasətindən tutmuş, elmi tədqiqatlara qədər hər bir sahəyə tətbiq olunur. Siz Səhiyyə Nazirliyində, Ümumdünya Səhiyyə Təşkilatında, Birləşmiş Millətlər Təşkilatında, eləcə də AKTA-da, təbibdə, gigiyena və epidemiologiya mərkəzlərində, xəstəxanalarda, laboratoriyalarda, beynəlxalq layihələrdə işləyə bilərsiniz. Siz ölkənin səhiyyə sistemini dəyişən şəxs ola bilərsiniz. Yaxud da xərçəng, piylənmə və infeksiyalarla mübarizə üçün yeni strategiya yaradan mütəxəssis ola bilərsiniz. İctimai Səhiyyə Fakültəsi biliklərin real gücə çevrildiyi məkandır. Bu, intellektin, humanizmin və məsuliyyətin birləşdiyi peşədir. Burada hər bir qərar Azərbaycanın gələcəyinə, xalqının sağlamlığına töhfədir. Əziz dostlar, siz seçim qarşısındasınız. Bu seçim təkcə sizin taleyinizi deyil, bəlkə də minlərlə insanın taleyini müəyyən edəcək. Əgər sizdə kömək etmək, təhlil aparmaq, yaxşılaşdırmaq arzusu varsa, əgər siz cəmiyyətə xidmət etmək, sağlam gələcək qurmaq istəyirsinizsə, onda Azərbaycan Tibb Universitetinin İctimai Səhiyyə Fakültəsi məhz sizi gözləyir. Həkim bir insan həyatını xilas edə bilər, amma ictimai səhiyyə üzrə mütəxəssis bütöv bir nəsli xilas edir. Elə peşə seçin ki, dünyanı dəyişsin. Elə bilik seçin ki, sağlamlıq gətirsin. İctimai səhiyyəni seçin. Mən bunu sizə arzu edirəm.